Dünən gördüm dostlardan biri paylaşmışdı ki, bir xəstəyə kömək lazımdır. Məsələn, yazmışdı, miqdar yadımda deyil, məsələn 3000 manat, 4000 manat, yığılan pul 155 manat. Niyə? Çünki hamı minimala gedir. O nə 3000 olan səsini çıxartmır, nə 2000 olan səsini çıxartmır, nə 1000 olan səsini çıxartmır. Hamısı minimala gedir. Deyim ki, mən də attım da məsələn 1 manat, 2 manat. Halbuki sən 50 manat verə bilərsən. Niyə 1 manat verirsən? İmam Kazım əleyhissalam bir əyləşmişdi, bir nəfər gəldi, çox narahat halda girdi imamın huzuruna. İmamın həyatının mali köməklərini dedikdə. Gəldi narahat halda girdi imamın huzuruna. İmam məsumdur, elə bəzən olur ki, elə biz də hiss edir, birinin bir narahatçılığı üzdən hiss olunardı. Gördü, çox narahatdır. Dedi, niyə narahatçı? Dedi, uşaq, bostan əkmişdim, çəyirtkə bastı, məhv elədi. Heç nə. İmam buyurdu ki, nə qədər pul qazanacaqdın əgər onu yetişdirib satsaydın, yekun nəticədə. Dedi, məsələn, təxmini 120 dinar. İmam dedi, buna 150 dinar verir. 150 dinar verirlər. Yəni, il boyu qazandığından da 30 dinar artır. Dedi, 2 dənə də dəvə verin, tezdən o bostanı yerbəyer eləməyə, əkməyə, xışın sürməyə filana lazım olar. 2 dənə də əlavə dəvə. Yəni, onlar maksimala gedir. Biz hara gedirik? Minimala.